Mən izləyən hər kəsə Allahın salamı olsun. Bugün çox ləzzətli, sadə bir böyürtkanlı kek hazırlayacağım. Sizlər də belə ləzzətli, belə gözəl kek hazırlayıb dadmaq istəyirsinizsə, videomu sona qədər izləyin. Əməyə hörmət olaraq bəyəni düyməsini basıb, öz gözəl yorumlarınızı bildirməyi də unutmayın. Keçək kekimizin hazırlanma qaydasına. Keks qabımızın içərisinə 5 ədəd yumurta əlavə edirəm. Üzərinə 1 stəkan şəkər tozu əlavə edib, mikseri işə salıram. Tam köpənə qədər çalıram. Əgər hazırladığınız kekin daha gözəl şəkildə köpüb içərisinin bişməsini istəyirsinizsə, mütləq yumurta ilə şəkər tozunu yaxşı çalın. Artıq şəkər tozu ilə yumurta çalınıb hazırdır. Üzərinə yarım stəkan duru yağ, 1 stəkan süd əlavə edib qarışdırıram. Bundan sonra kekimizi mikserlə deyil, belə bir spatula ilə qarışdırmaq lazımdır. 1 paçka qabartma tozu, 1 paçka vanilin də əlavə edib yenidən ehtiyatla qarışdırıram. Daha sonra kənarda ələdiyim 2 stəkan un əlavə edirəm və onu da əlavə etdikdən sonra ehmalca bu spatulanın köməkliyi ilə qarışdırıram ki, un da bütün ərzaqlarla bərabər qarışsın. Mən bugün ləzzətli kekimi multifreydə hazırlayacağam. Multifreyi işə salıram və qoyuram isinsin. Əvvəlcə qabını çıxardıram. İçərisini azacıq yağ əlavə edib, bir dənə salfetka ilə yağı bütün tavanın içərisinə yayıram. Belə edirəm ki, kekimiz daha asan çıxsın. Yəni hazır olanda qabımıza yapışmaması üçün mütləq bunu etmək lazımdır. Hazırladığım kekin xəmirini qabımızın içərisinə tökürəm. Siz bu kek xəmirini multifreydə deyil, sobada da hazırlaya bilərsiniz. Artıq kekin xəmirini qaba tökdükdən sonra üzərinə məndə belə bir gözəl böyürtkan var. Onları düzürəm. Siz istədiyiniz meyvədən əlavə edə bilərsiniz. Qapağını örtürəm və kek bişirmə bölümünü işə salıb, bunu işə salanda özü dərəcəsində neçə dəqiqə bişirmək lazımdır, onu hamısını multifrey özü ayarlayır. 40 dəqiqədən sonra gözəl, ləzzətli bir kekimiz hazır oldu. Necə də gözəl bişdiyini görürsünüz videodan. Əlimizə bir zubaçiska alırıq, yenə də keki yoxluyuruq. Zubaçiska ilə belə içərisinə batırırıq bir neçə dəfə. Əgər zubaçiskaya xəmir yapışmırsa, demək ki, bizim hazırladığımız kek gözəl şəkildə bişibdir. Keki qabdan çıxardıram. Daha sonra daha da gözəl görünməsi üçün üzərinə biraz 1-2 böyürtkan əlavə edib pudra şəkərlə bəzəyirəm. Sizlər də hazırlayıb dadın və öz gözəl yorumlarınızı bildirməyi də unutmayın. Hazırlayıb dadan hər kəsə nuş olsun.